Qara qutu deyəndə çox insanın ağlına sirri, qaranlıq və qorxulu bir cihaz gəlir. Əsl həqiqət bundan daha maraqlıdır. Çünki bu cihaz nə qara rəngdədir, nə də sadəcə bir qutudur. O, əslində təyyarənin içində olan iki əsas yazı sistemidir. Birincisi data recorder adlanır və təyyarənin bütün texniki məlumatlarını saniyə-saniyə yadda saxlayır. Hündürlük, sürət, istiqamət, mühərriklərin vəziyyəti, pilotun etdiyi hər bir əməliyyat, yəni bir təyyarənin bütün həyat xətti. İkincisi isə cockpit voice recorderdir. Bu hissə pilotların danışığını, kabindəki səsləri, xəbərdarlıq siqnallarını və hətta son saniyələrdə eşidilən ən kiçik detalları belə yazır. Yəni təyyarənin son söhbətləri də orada qorunur. İnsanlar çox vaxt düşünür ki, bu cihaz adi yaddaş kartı kimidir. Amma yox, onun içindəki sistemlər xüsusi möhkəmləndirilmiş yaddaş modullarıdır. Bəli, texnologiya olaraq flash yaddaşa bənzəyir, amma müqayisə olunmayacaq qədər güclüdür. Çünki məqsəd sadəcə məlumatı saxlamaq deyil, ən ekstremal şəraitdə belə onu itirməməkdir. Qara qutunun gövdəsinə baxsaq, orada çox qatlı qoruma görərik. O, xüsusi istiliyə davamlı materiallarla hazırlanır. Elə dizayn edilib ki, təxminən 1000 dərəcəyə yaxın alovda belə içindəki məlumatlar məhv olmur. Həmçinin böyük təzyiqə, zərbiyə və hətta suyun kilometrlərlə dərinliyinə belə tab gətirə bilər.